Dəyərli Bayraktar izləyiciləri, yenidən Şuşadayıq. Şuşanı hər gəlişimizdə biraz daha kəşf edirik. Bugün isə sizə Şuşanı addım-addım tarixin izi ilə göstərəcəyik. Şuşa şəhəri Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən 1752-ci ildə salınıb. Bəzi mənbələrdə 1750 və ya 1751-ci illər də qeyd olunub. Şuşa uzun illər Qarabağ xanlığının paytaxtı olub. 18-19-cu əsrlərdə şəhər Cənubi Qafqazın mühüm mədəni və siyasi mərkəzi sayılırdı. Burada musiqi, xüsusən muğam, ədəbiyyat və maarifçilik geniş inkişaf etmişdi. Məşhur şəxsiyyətlər Xurşid Banu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və başqaları Şuşadan çıxmışdı. Bugün Şuşa həm Azərbaycanın mədəniyyət paytaxtı, həm də zəfər rəmzi kimi böyük önəm daşıyır. 1980-ci illərin Şuşası, dağların qoynunda ucalan, sanki buludlara söykənmiş bu qədim şəhər o illərdə nisbi sakitlik içində idi. Şuşa hələ o zaman öz klassik gözəlliyi, poeziyası və musiqisi ilə nəfəs alırdı. Dahi bəstəkarların ruhu bu küçələrdə dolaşır. Natəvanın səsi hər daşda əks-səda verirdi. Mədəniyyət ocaqları, muzeylər, məktəblər, incəsənət evləri dolub daşır, xalq musiqisi, muğam və klassik opera Şuşa səhnələrini bəzəyirdi. Əhalisi əsasən Azərbaycanlılardan ibarət idi. Baxmayaraq ki, Sovet dövrünün siyasi təzyiqləri vardı, Şuşanın mədəni siması dəyişməmişdi. Gənclər məktəblərdə, texnikumlarda təhsil alır, insanlar gündəlik həyatlarını qurur, kənd təsərrüfatı və sənətkarlıq sahələrində çalışırdılar. Amma o illərin arxasında bir səssiz narahatlıq da gizlənirdi. Çünki çox keçmədən 1988-ci ildən başlayaraq bölgədə etnik gərginlik baş qaldıracaqdı. Bu dəfə sizi vaxt maşınına minib 1990-cı ilin Şuşasına aparırıq. Qarabağın sinəsində ucalan qalanın son sülh ilinə. Həmin il Şuşa bir tərəfdən hələ musiqi ilə nəfəs alır, Cıdır düzündə at nalı səsləri eşidilirdi. Digər tərəfdə isə Ermənistanın artan silahlı iddiaları, informasiya manipulyasiyaları, bölgəyə daşınan silahlar və Şuşanın mühasirəyə alınma planları artıq görünməyə başlamışdı. 1990-cı il Şuşa üçün həm sükunət ili idi, həm də mübarizə ruhunun alovlandığı bir mərhələ. (1991-92-ci illər Qarabağ müharibəsinin ilk və ən qanlı mərhələsi hesab olunurdu. Ermənistan silahlı qüvvələri keçmiş SSR silahlarının dəstəyi ilə Qarabağda irəliləyir, Azərbaycanlı kəndləri bir-bir ələ keçirilirdi. Bu dövrdə Şuşa dağlıq mövqeyinə görə strateji əhəmiyyətə malik son qalalardan biri idi. Onun süqutu həm hərbi, həm də psixoloji baxımdan böyük itki olacaqdı. 1992-ci il mayın 8-i. Bu tarixi uşaqdan böyüyə hər kəs əzbər bilirdi. Bu bizim yaralı tariximiz idi. Azərbaycanın qürur qalası. Qarabağın mədəni beşiyi olan Şuşa amansız bir hücuma məruz qaldı. Səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən şəhər ağır artilleriya atəşinə tutuldu. Dağlardan, sıldırımlardan açılan top atəşləri nəticəsində yaşayış evləri dağıldı, günahsız insanlar həyatını itirdi. Uşaq səsləri, anaların ah-naləsi, çökən evlərin səsi bu dəhşətli səhnənin fonunda eşidilirdi. Şuşanı müdafiə edən azsaylı Azərbaycan əsgərləri, yerli könüllülər və dinc sakinlər bütün imkansızlıqlara baxmayaraq düşmənə qarşı böyük cəsarətlə müqavimət göstərdilər. Hər bir küçə, hər bir daş uğrunda son nəfəsə qədər döyüşüldü. Lakin güc nisbəti bərabər deyildi. Texniki üstünlüyə malik düşmən qüvvələri və kənardan aldıqları dəstək nəticəsində müqavimət qırıldı. Şəhərin işğalı minlərlə Şuşalının doğma yurd yuvasını tərk etməsi ilə nəticələndi. Şuşa talan edildi, tarixi abidələr dağıdıldı, mədəniyyət inciləri təhqir olundu. Şuşa tariximizin, ruhumuzun şəhəri o gün sustu, amma heç vaxt unutmadı. 1992-ci il düşmən işğalına məruz qalan Şuşa həbsxanası minlərlə günahsız insanın fəryadını eşitdi. Xüsusilə 1992-ci ilin əvvəllərində Şuşanın tam mühasirədə olduğu aylarda çox sayda dinc sakin, o cümlədən yaşlılar və qadınlar belə siyasi və hərbi əsas olmadan
bu həbsxanada saxlanılmış, bəziləri isə itkin düşmüşdü. Gördüyünüz bu divarın arxasında minlərlə yerli əhali günahsız yerə girov götürüldü və onlar işgəncələrə məruz qaldı. Bu hadisələr həm beynəlxalq humanitar hüququn, həm də insanlıq dəyərlərinin kobul şəkildə pozulması kimi tarixə düşüb. Bu faciə Azərbaycanın yaddaşına qanla yazıldı. Lakin tarix təkcə ağrıları deyil, qayıdışları da yazır. Və bu yaddaş 28 il sonra 2020-ci ildə Şuşanın azad edilməsi ilə tamamlandı. Qala yenidən dirçəldi. Haqq ədalət öz yerini tapdı. – 28 il işğal altında qaldıqdan sonra Şuşa 2020-ci il noyabrın 8-də Azərbaycan ordusunun möhtəşəm zəfəri ilə azad edildi. Beləliklə 1992-ci ildə başlayan ağrılı tarix 2020-ci ildə milli qürurla tamamlandı. Şuşanın dağları değil dumanlar, kırmızı koftarın yaşı tumanlar. Derdinden ölmeye çoktur gümanlar, derdinden ölmeye çoktur gümanlar. Buna karşın, buna çayır, ölürüm derdinden, onu bil. Danışmasan da bana var gün. Aydın buna karşın, buna çel, ölürüm derdinden, onu bil. Danışmasan da beraber gün. Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelinler kızlar. Yol üstte dayanıp yarını gözler, yol üstte dayanıp
bu ne tel, ölerim derdinden, onu bil. Danışmasan dey bana barı gül. Ay kız bu ne kaş göz, bu ne tel, ölerim derdinden, onu bil. Danışmasan da bayam barı gül, aman ey. Hal-hazırda Molla Pənah Vaqifin büstünün qarşısındayıq. Tam 39 il sonra iki prezidentin imzası ilə 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Vaqifin məqbərəsi ucaldıldı, büstünün açılışı oldu. Bu, Vaqifin poeziyasına və Azərbaycan mədəniyyətinə verilən yüksək dəyəri bariz nümunəsi idi. Lakin 1992-ci ildə Şuşa işğal olunduqdan sonra erməni vandalları tərəfindən Vaqifin məqbərəsi dağıdıldı. Hoş geldiniz. Sağ olun. Allah'ınız hayır olsun. Nice dağlar boyunda, hemşe Qarabağımızda. Belli şanslı buyuruq burada. Elə görüşək sizə düşün. Hoş arzular olsun gözəl verişinizə. Hemşe Qarabağımızda, hemşe İsabulağımızda. Allah bu günləri bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı, dövlətimizi, vətənimizi qorusun. Allah qazilərimizə, ordumuza can sağlığı versin. Gələk dostum bu dağlara, burada cənnət havası var. Sərin soyuq bulaqlarda neçə dərdin davası var. O tay bu tay bölük bölük, daqqıldaşır sonra şəhlik. Talalarda körpəlik yolda cüyür balası var. Yorulsan da bu dağa çıx, xan çoban quru bala çıx. Səxavətli, əl açıq əmliyi var, xaması var. Budur sözün nəhayəti, burada şəhməzsiz zilləti. Qəmkeşin söz söhbəti telli sazın laylası var. Cıdır düzü, Şuşa şəhərinin cənub-qərbində, sıldırım qayalıqlar üzərində yerləşən əzəmətli düzənlik. Burada sadəcə coğrafi bir məkan deyil, bu Azərbaycan ruhunun, Qarabağ mədəniyyətinin nəfəs aldığı müqəddəs torpaqdır. Tarix boyu burada at yarışları keçirilib. Qarabağ atları bu düzənlikdə irəlilədikcə, sanki zaman da onlarla birlikdə çapırdı. Burada şənliklər qurular, sazın, sözün sədası dağlara yayılardı. Aşıqlar, şairlər, xan nəslindən olan zadəganlar hamısı bu torpağın qonağı olmuşdu. Xanlıq dövründə isə Cıdır düzü xan ailələrinin sevimli istirahət yeri idi. Burada saray nümayişləri təşkil olunur, musiqi və poeziya məclisləri günlərlə davam edirdi. Buranın mənzərəsi, dərələrin qoynunda ucalan bu geniş düzənlik, Azərbaycanın ən ikonik və ən qürurlu görüntülərindən birinə çevrilmişdi. Bu sıldırımlar, bu səssiz qayalar çox şeyə şahidlik edib. Tarixin də, mədəniyyətin də səsini bu düzənlik hələ də sinəsində daşıyır. Bura Cıdır düzüdür. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin
rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Bu şanlı qələbədən sonra işğaldan azad edilmiş torpaqlara ilk rəsmi səfərlər başladı. Prezident İlham Əliyevin 2021-ci il yanvar ayında Şuşa şəhərinə etdiyi səfər Azərbaycanın mədəniyyət paytaxtına verilən strateji və mənəvi önəmin bariz göstəricisi oldu. Bu səfər zamanı dövlət başçısı həyat yoldaşı Mehriban Əliyeva ilə birlikdə Şuşanın bir çox tarixi məkanlarını ziyarət etdi, dağıdılmış abidələrlə tanış oldu, azad edilmiş ərazilərdə aparılacaq bərpa və quruculuq işlərinin əsas istiqamətlərini müəyyənləşdirdi. Şuşaya bu ilk gediş eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra dövlət suverenliyinin real təcəssümü kimi qiymətləndirildi. Prezidentin cıdır düzündə dalğalanan Azərbaycan bayrağı fonunda verdiyi bəyanatlar tarixə düşən çıxışlar sırasında öz yerini aldı və Azərbaycanın gələcək strategiyasını aydın şəkildə ortaya qoydu. Daha sonra 2021-ci ilin iyun ayının 16-sında Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərinə səfəri baş tutdu. Səfər çərçivəsində cıdır düzündə tarixi an gerçəkləşdi. Xalqımızın qürur mənbəyinə çevrilən dünyaca məşhur Qarabağ atlarının iştirakı ilə xüsusi musiqi və rəqslər nümayiş olundu. Beləliklə, 2025-ci ilin iyun 17-sində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedov Şuşaya, Cıdır düzünə səyahət etdilər. Cıdır düzündə yenidən Qarabağ atlarının təqdimatı keçirildi. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedova Dostluq adlı Qarabağ atını hədiyyə edib.